Məscidlərin içində bir tərəfdə Allah yazılır, bir tərəfdə Məhəmməd. Bunları da elə tarazlayıbdılar ki, sanki bir-birindən simmetrik olmalı. Quranda belə bir tələf varmı? Xeyr, heç bir zaman. Axı görsən də Ürşad Miri nə deyir? Deyir Allahla Peyğəmbərin adını bir qoyublar. Quranda belə bir şey yoxdur. Görsən axı, savad başqa şeydir. Görürəm axı, görürəm, savad başqa şeydir axı. Oxumaqla deyil ki, başa düşməklədir. Bax, 21-ci əsrdir. Telefonda yazırsan Quran ayəsi. Bax, oxuyursan. Əli İmran surəsi 32. De, Allaha və onun peyğəmbərinə itaət edin. Bu bir. Quranda derdi yoxdur, düzdür. Əli İmran surəsi 132. Allaha və onun peyğəmbərinə itaət edin. Bəlkə rəhm olunasınız. Bu iki. Nisa surəsi 59. Ey iman gətirənlər, Allaha itaət edin. Onun peyğəmbərinə və əmr sahiblərinə. Bu da 3. Yox idi axı. Allah Taala'nın adından sonra peyğəmbərin adı yox idi axı. Bu nədir ha? Sən nə deyirsən ha? Mən deyirəm o savadlıdır. O insanları aldatmaq üçündür axı. Bax deyirlər ölüyə heç bir şey çatmır. Ölü üçün Yasin oxumazlar. Buna sən nə deyirsən axı? Mantıqla düşünəndə ölüyə heç bir şey çatmır. Deyir Yasin'i hədərə oxuyurlar o qədər. Bu da vaxtı hədərə Yasin oxuyurmuşlar. Eşitmirsən də axı? Yaxşı axı, mantıqla sənin başa salım. Ürşad Mirinin dədəsi gedib rəhmətə. Biri qayıdıb onun dədəsini söyür. Ölüb də deyir çatmır axı. Nalayiq sözlər deyir. Deməli, söyüş gedib çatır. Axı. Allah Taala'nın ayəsi gedib çatmır ha. Mantiq deyirdin axı, nə oldu? Birisini deyirlər, Lori dilcə deyir, dədəmin görü çatlasın. Aha, narahat olur, dədəmin görü çatlasın. Dədəmi söydülər, dədəm eşitdi. Çatmırdı axı. Nə oldu bə? Hansısa fasik, Allah Taala deyir, sizə xəbər gətirsə, mütləq araşdırın. Başa düşdüm axı, başa düşdüm. Vay bunun ölüləri. Yox, dedi çatır da, ölüyə də çatır. Bağışlar.